Basketbol sadəcə bir oyun deyil. Bu, məhəllələrdə böyüyən yüzlərlə uşağın xəyallarıdır. Bugün xəyallar gerçəkliyə çevrilir. 27 fevral start götürən Basketbol hər yerdə layihəsi ilə meydançalar yenilənir, gələcəyə olan ümidlər böyüyür. Sabah Basketbol klubu, Azərlotereya, Azərbaycan Basketbol Federasiyasının birgə təşəbbüsü və dəstəyi ilə həyata keçirilən Basketbol hər yerdə layihəsinin açılışı Bakı İdman Sarayında baş tutdu. Təşkilatçılar bu təşəbbüsün məhəllələrdə idman infrastrukturunun inkişafı ilə yanaşı sosial həmrəyliyin güclənməsinə də xidmət edəcəyinə inanır. Xəbəriniz olsun, artıq bundan sonra basketbol hər kəs üçün əlçatan olacaq. Bunun üçün yeni yaradılmış Basketbol hər yerdə.az saytına daxil olmaq yetərlidir. Siz də elə videonu izlədiyiniz anda sayta daxil olub, öz məhəllənizdə meydança üçün uyğun yer varsa, bu barədə sayt vasitəsilə məlumat verə bilərsiniz. Qayıdaq tədbirə. Tamaşaçılara peşəkar basketbolçularla görüşmək, onlardan imza almaq fürsətləri oldu. Təşkil edilən oyunlardan birində Sabah Basketbol klubunun 2 üzvü Jerry Blix, Keith Jordan iştirakçılarla eyni meydanı bölüşdülər. Günün ən həyəcanlı anı təbii ki 5555 manatlıq böyük mükafat uğrunda keçirilən 5də 5 müsabiqəsi oldu. İştirakçılar bacarıqlarını ortaya qoyaraq komanda ruhunu və idmana olan sevgilərini nümayiş etdirdilər. Qalibin müəyyənləşməsi üçün əlavə atışlara ehtiyac duyulması mübarizənin nə qədər gərgin keçməsinin göstəricisi sayıla bilər. Əlbəttə, ən böyük qalib Azərbaycan basketbolu oldu. İstənilən idmanın inkişafı onun kütləviliyindən keçir. Bu baxımdan Basketbol Federasiyasının seçdiyi yol təqdirə layiqdir. Azərlotereya isə bu yolda əsas təbliğat gücüdür. Şirkət ölkədə basketbolun inkişafı istiqamətində böyük töhfə verir. Eyni zamanda Sabah Basketbol klubunun sponsoru kimi komandanın fəaliyyətinə və yerli basketbolun inkişafına dəstək göstərir. Bu əməkdaşlıq peşəkar idmanın güclənməsinə və gənc basketbolçular üçün daha geniş imkanların yaradılmasına xidmət edir.